Herkese salam. Bugünü sizin üçün kiçik bir vlog etmək istəyirəm. Bugün mənimlə dərsə gedirsiniz. Tələbələrlə bizdə 3-cü dərsdir. Eyni zamanda keçən tələbələrimlə biri sertifikatını götürməyə gələcək. Onu verəcəm. Hava isə çox pisdir. Bəzən yağış yağır, qar yağır, sonra bir ara kəsilir. Belə getdik. Oturduk maşına, çox şükür. Həqiqətən hava çox pisdir və bu havada öyrənməyə gələn hər kəs həqiqətən halal olsun. İnşallah ki, qarşılığını da alarlar. Yəni, həqiqətən bu havada təlim almağa getmək böyük bir əziyyətdir və əzmdir. Məsumə xanım gələcək öz sertifikatını götürəcək. Keçən tələbələrimіздəndir. Belə. Bu arada burada belə bir kamera var maşında. Bu nə üçündür? Ümumiyyətlə bir çox maşınlarda məncə olmalıdır. Və bəzi maşınlarda var, bəzilərində yoxdur, amma məncə hamısına qoyulmalıdır. Kameradır, hansı ki təhlükəli düşündüyünüz anlarda və yaxud qayda pozuntusu olduğu zaman siz bunu buradan aça bilirsiniz. Hə. Bu şəkildə açılır və həm özünüzü görə bilirsiniz. Baxın, mən oradayam. Həm də qarşı tərəfi çəkir. Bugündən ömürlük mənsiz qalırsan, sevgilim məni bağışla. Gəldik, çatdıq nəhayət. Biz düşdük. 5 dəqiqəmiz var. Dərsə 5 dəqiqə var. Ona görə də biraz tez-tez gedək. Kontentdir. Və bir çox SMM-lər də bunu bilmir. 2025-ci ilin yay ayında burada qızlar gedib. Mən də gözləyirəm bu video yüklənsin buradan. İndi buraları yığışdırıb mən də çıxıram. Ben sertifikatını götürməyə gəlmişdi və mənə çox qəşəng bir şey gətirib. Şirin çayla içmək üçün. Başımızı bağlamalıyıq çünki çox soyuqda. Və ikinci çantamız. Soyuq olsa da çox təmizdir və belə havada gəzmək lazımdır məncə. Sadəcə qalın geyinmək lazımdır. Mənim kimi bürünün, çıxın, gəzin. Həqiqətən çox tərtəmiz hava var. Hava soyuqdur və mən də acmışam. Bugün gəlim buradan McDonald's yiyeyim, sonra gedim. Bu arada bilmirəm, siz hansını sevirsiniz? KFC yoxsa McDonald's? Mən McDonald's sevirəm. İkisi de sevdim ama en çok McDonald's. Siparişimizi verdik. Sadece orada çok insan var diye çekmek istemedim orada. Ama siparişimizi verdik. Yine gözlüğü hazırlansın. Gelip götüreceğiz. Benim gözüm çok zevk görür. Oradan oranı görebilmem. Yani ne vakit hazır olacak bilmiyorum. Bizden 0.82'dir. Ama orada 0.82 hələ sistemə belə düşmüyor. En sevdiğim chicken burger, kola ve free. Dəhşət dadlıdır. İçdik, bürünürük ki aşağıda hava buzdur. Ona görə də büründük. İndi də gedirik evə.
Artıq eve getirəm. Bravo'da belə qəşəng çərəzlər üçün qablar var. Bunlar çox qəşənglər. Bunlara baxın. Bunlar da çox maraqlıdır. Ama bu tiplər daha çox restoran tipidir. Amma bunlar ev üçün çox qəşəngdir. Bunlar daha çox bəyəndim bu ikisini. Maraqlıdır. Və qiyməti 1.99 indirimdədir. Evə axır ki gəlib çata bildim. Əynimi dəyişmədən, çıxarmadan sizə video çəkirəm. Yolu çəkə bilmədim. Çünki avtobusla idim. Və avtobusda bir xalanın ürəyi sıxıldı. Yəni, mən belə şeylərdə qorxan biri deyiləm. Amma pis oluram və xalanın ürəyi pis oldu. Su verdim ona. Orada başqa bir xala var idi. O sağ olsun kömək elədi. O masaj edirdi. Mən su verirdim. O birisi biraz masaj elədi falan filan dərkən xala özünə gələndə başladı ağlamağa. Xala ağlayandı, mən də ağladım. Mənim yanımdakı qız da ağladı. Ümumiyyətlə avtobusda olan hər kəs belə rahatladı. Artıq sonlandırmalıyam videomu. Bugün mənimlə oldunuz. İndi mən getməliyəm. Siz burada qalın və növbəti videoda mütləq görüşəcəyik. Hələlik.